Siz nə var nə yox. Dostlar, çoxdandır video atmıram kanala. Elə bir nə qədər vaxt keçibdi. Gördüyünüz kimi 2 dənə kampaniya vaxtı $50 bina almışam. Yəni hesaba konkret pul yatırmışam. $100 primərlə. Yəni bunun da bəhrəsini demək olar ki, alıram. İndiyənə kimi $20 çıxarış eləmişəm oyundan. İndi sizə imminlə gözünüzün qabağında çıxarış eləməyi göstərəcəm və doğru olduğunu çalışacağım ki, göstərim. Deməli, hesabımda $6 pul var. İndi keçirik çıxarış bölməsinə. Deməli, burada çıxarış məbləğini $6 yazırıq və EMO-nu seçirik və burada nömrə qeyd eləməlisiniz. Deməli, nömrəyi yazdım. İndi burada çıxarmağa vurmalıyıq. Gördüyünüz kimi $6 summası çıxarışa keçdi. İndi bu dəqiqə saatı görürsünüz. Saat 7-yə qalıb 4 dəqiqə, səhər saat 7-dir. İminlə pul karta köçəndə onu da çəkib göstərəcəm sizə. Dostlar, aradan saat 7-də biz pulu çıxartmışdıq. Aradan keçib 9 saata yaxın. Amma mən biraz elə bir ki, başım qarışıq idi. Ona görə videonun arxasını çəkə bilmədim. Pul deməli keçirik EMO-na. Pul saat gördüyünüz kimi $6, yəni 10 manat 20 qəpik gəlibdir. Tarixçəyə baxsaq, pul saat gördüyünüz kimi tarix 8:23. Yəni saat 9-a işləmiş 23 dəqiqə pul köçübdür. Biz də pulu saat 7-də çıxartmışdıq. Deməli 1 saat 20 dəqiqəyə pul köçdü. Hər səfər belə olmur. Bəzən biraz gec olur, bəzən biraz tez olur. Yəni bunun vaxtını bilmək olmur. Amma 24 saat ərzində pulun köçdüyü 100%-dir. Deməli, burada görürsünüz mənim əməliyyatlarım. 5-6 səfər pul çıxartmışam. Deməli, hesablayanda $30. Görürsünüz də dostlar, yəni mən doğru olmasa bir şey kimi bu, yəni bunu sizə niyə yalan danışım? Bu misal üçün bu binalar pul eləyir. Yəni burada gördüyünüz kimi 30 sent də yığılıbdı yenə də. Yəni mən bunu niyə alım? Yəni öz cibimdən pul çıxardıb buna verim. Yəni doğrudur. İnşallah ki bu videonun altından da saytı qoyacağam. Yəni keçid eləyərsiniz, $5 binada hədiyyə gələcək və telegramlarına qoşulsanız da $2 ağac da verəcəklər. Girin, yatırımsız da istəsəz qazana bilərsiniz, amma yatırım eləsəz daha məsləhətlidir. Heç nə dostlar, sağ olun, salamat qalın.